Salam, hər vaxtınız xeyir. Bugün biz 10-cu sinif 1-ci qrup kimya fənnin izahına baxaq, sınaq. Eyni elementlərin əmələ gətirdiyi allotropik şəkil dəyişmələri olan sıranı müəyyən edin. Ozon oksigen D variantı. Molekulda olan atomlarını sayın. Bu zaman indekslərə baxırsınız. 1, 2, 4 də burada. 6, 1, 2, 3, fosfor 4. 4 tane de oksigen 8, 2 burada, 3 burada, 5. Maddenin molekulları olan atomların sayının azalma sırası, deməli Y, X, Z. Y, X, Z, C variantı. Tarazıq halında, deməli reaksiyanın tarazıq halı hansı hallarında pozular? Təzyiq artdıqda baxırıq, bir həcm, əmsallara baxırsınız. 2 həcm, yəni solda da 2 həcm, sağda da 2 həcm, ona görə təzyiq təsir etməyəcəkdir. Bir olan variantları dərhal silirik. Qızdırıldıqda, bəli, Q müsbətdirsə və yaxud da mənfidirsə, temperaturun dəyişməsi tarazığa təsir edir. Katalizator təsir etmir tarazlığa. Xlor əlavə etdikdə, bəli. Deməli, doğru cavab Y variantıdır. X-in əmələ gətirdiyi XH3 tipli birləşmənin bir molekulunda olan elektronların sayını müəyyən edin. Baxırıq, X bu nüvədir, Bunlar isə elektronda 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Deməli, X-in 13 protonu, 13 elektronu var. Bir hidrogende 1 elektron, 3'e de vuranda 3 elektron. Yani 13 üstə gəl 3 vur 1. Yani 16. Doğru variant D variantı da. Hansı oksit doğru adlandırılmıştı? Fosfor adlandırılmamıştı. Fosfor 5 oksit doğrudur. Krom 2 oksit doğrudur. Mis 2 oksit doğrudur. Natrium 1 oksit, natrium sabit valentlidir. D variantı. Daha sonra ifadelərə uyğun olaraq Venn diaqramını müəyyən eyni növ atomlardan əmələ gəlmişdir. Oksigenə aiddir. 3-ün altında 1 axtaraq. Mürəkkəb maddədir. NO2 aiddir. 1-in altında 2 axtaraq. 1-in altında 2. Variantımız artıq çıxdı. Saf maddədir. Bəli, hər ikisi 3. Doğru variant elə A variantıdır. Daha sonra tərkibi eyni molekullardan ibarət olan maddəni göstərin. Fosfor P4, kerosin qarışıqdır, hava qarışıqdır, dəniz suyu qarışıqdır, neft qarışıqdır. Doğru variant A variantıdır. Daha sonra 69-cu sual, birləşmə. Elementlərin oksiləşmə dərəcəsi dəyişir. Deməli, burada bəsit maddə ola bilər. Bəli, bəsit maddə varsa birləşmədir və oksiləşmə dərəcəsi dəyişir. Biri aiddir C. Parçalanma oksiləşmə dərəcəsi dəyişmir. Karbonatlarda dəyişmir. A. Birləşmədir. Burada da dəyişmir. Bura aiddir B. Parçalanmadır, ancaq dəyişir. Çünki bəsit oksigen alıb və azot da dəyişibdir. Ona görə D heç birinə getmir. Deməli, biri aiddir B, C. Deməli, birləşmə reaksiyasıdır. Elementlərin oksiləşmə dərəcəsi dəyişir. A, dəyişir. B aid deyil. B dəyişmir. B-ni çıxırıq. B-ni çıxdı. C, A. B variantıdır. Hidrogenə görə sürəti 0,9-dur. Reaksiya məhsuluna görə sürəti hesablayın. Məhsul amonyakdır. Hidrogen baxırıq. 3 olanda amonyak 2-dir. Hidrogen 0,9'da X olacaktı. 9'u 3'e. O da 0,06. Doğru variant D variantıdır. Deməli, element normal halda tək elektronların sayı normal halda deyirsə 17-ni açırıq. 3s2, 3p5. Burada bir dənə tək elektron var. Tam həyəcanlandıqda deyədikdə artıq bunların hamısı həyəcanlanır. 3s1, 3p3, 3d3. 7 dənə tək elektron olur.
Ona görə bunların cəmi istəyirsə 8. Sola və sağa. Yəni onun qatlığını azaltdıqda, qatlıq nəyə azalırsa özünə tərəf, yəni sağa. Temperatur azaltdıqda, temperatur azalanda deməli müsbət küyə tərəf, yəni sola. NO2-ni çıxartdıqda, NO2 də deməli sağdadır. Çıxırsa elə sağa yönəlir. Sağa. Deməli sağa yönəldi. 3, 4. 3, 4. Təzyiq artdıqda həcm az olan tərəfə. Həcm azdır. Bir dəqiqə, təzyiq azaldıqda həcm çox olan tərəfə. Həcm çoxdur burada, solda. Ona görə Y variantı. Hansı maddə adı şərtdə metal kristal qəfəs? Metal desə yalnız metal axtaracaqsınız. Yanında qeyri-metal olmamalıdır, çünki iyon verir bunlar bizə. Atomdur, molekuldur. Deməli, ərimə temperaturu -5-dir, qaynama temperaturu 40-dır. Hansı temperaturda maye halda ola bilər? Əgər -5-də bu bərk halda olub əriyirsə, deməli, qaz halına keçir 40 dərəcə Selsidə. Deməli, 40 ilə -5 arasında bu maye halda olacaqdır. 50-40-dan sonra gəlir, -10, -5-dən əvvəldədir, 140-dan sonradadır. Deməli, doğru variant D variantı 0 ortada yerləşir. Deməli, reaksiyası zamanı maddələrin həcminin zamanı asılı qrafikini əsasən reaksiya tənliyin sxemini müəyyən edin. Demək, onda nə edirik? Y-imiz bizim məhsuldur. Y-i məhsulda axtarırıq. Z-imiz reagentdir. Azaldısa reagentdir. X də azaldısa yenə reagentdir. Reagentlərdə XZ olan variantları saxlayırıq. Yerdə qalan variantları atırsınız. Y 22,4 litr əmələ gəlibdir. Z də 11,2 sərf olunubdur. Deməli, Z üstəgəl X alınır Y. Y 22,4-dür. Z 11,2-dir. X də 56-dan çıxırıq 33,6-nı. 56-dan 33,6-na çıxanda demək, yəqin ki 22,4 eləyər. 22,4 eləyər. Bu da 22,4. Deməli, X-lə Y-in əmsalları eynidir. Z onlardan 2 dəfə azdır. Yəni, Z-i biz 1 götürəndə X, Y-i 2 götürməliyik. Doğru variant C variantıdır. Həm iyon, həm kovalent rabitə mövcuddur deyirsə, metal qeyri-metal olmalıdır. Ona görə 2 dənə qeyri-metalları çıxırıq. Həm iyon, burada yalnız oksigen yoxdursa, yalnız iyon rabitəsidir. Gəlin açaq, alüminium 2 dənədir, oksigen 3 dənədir, birini ortaya salırsınız. Burada iyon. İndi gəlin ferrium S4-də baxaq. Ferrium 2 hidrogen əvəz elədiyinə görə 2 valentlidir. Oksigen vasitəsilə birləşdiririk. Ümumiyyətcə, turşu qalığında kovalent rabitəsi ortada yarana bilir. Ferriumla oksigen arasında iyon, yerdə qalanları kovalentdir. Doğru variant Y variantıdır. Daha sonra 77-ci suala baxaq. Sürətini artırmaq istəyirsə, temperatur artmalıdır, azalmalı deyil. Ona görə 1 olan variantları çıxırıq. Oksigen təzyiqini artırmaq. Təzyiq artanda qatılıq artır. Bəli, reaksiyan sürəti də artır. Sinqi xırdalanmasını artırmaqla düzdür. Oksigenin qatlığını azaltsaq azalar. 4-də yanlışdır. Doğru cavab D variantıdır. Van tot düsturuna əsaslanır bu. VT2 böl VT1 bərabərdir. Qammanı 2 veribdir. T2 150'dir. 150'dən çıxacaqsınız 120'ni. Bölürsünüz 10'a. VT2'ni bilmirik. X'dir. X böl VT1 0, 0, 2 bərabərdir. 150'dən 20'ni çıxırıq.
30 10'a bölürük 2 üstü 3. 2 üstü 3 x de bərabərdir 0 0 2'ni 8'e vurursunuz. O da 0,16. Daha sonra oksidləşmə reduksiya reaksiyalarına aid olan bir sualımıza baxaq. Elektron alan elementi müəyyən edin. Baxırıq burada kalium müsbət 1'də, oksigen mənfi 2'dir. 4'ə vururuq 8, mənfi 8'i 0 eləmək üçün manqana müsbət 7 verməlisiniz. Xlor mənfi 1'də 2'yə vururuq, mənfi 2, 0 eləmək üçün manqana müsbət 2 verməlisiniz. Deməli, burada müsbət 7'də müsbət 2'yə, deməli azaldı. Azalsa elektron alıbdır. Elektron alan da manqandır. Doğru variant Y variantıdır. Daha sonra 80-ci suala baxaq. Deməli, suda yaxşı həll olur. Bu çöküntüdür, bu həll olur. Xlorid turşusa reaksiya daxil olur. Bəli, hər ikisində OH qrupu var, daxil olur. Qızılıqda parçalanır, qələvlər parçalanmır. Yalnız 2 B variantı. Demək, hidrogenin S sferası var. Orbitalı xlor isə P elementlər ailəsində olduğuna görə P. S ilə P birləşibdir. Burada isə PP birləşməsidir. Bu da deməli flor, flor, xlor, xlor ola bilər. Doğru variant C variantıdır. 82-ci suala baxaq. Azotun kütlə payını istəyir. Birinci gəlir maqnezium 3 N2'nin molyar kütləsini tapaq. 24'ü vurursunuz 3'ə. Üstünə gəlirsiniz 14'ü vurursunuz 2'yə. Bu da eləyir 100 qram. Sizin 100 qramınız 100%'dir. Ümumi kütlənizdir. Azotu istəyir. Azotumuz 2 vur 14 idi. 2 vur 14'də də X. Yüzlər gedir 28. Y variantıdır. Daha sonra 83-cü suala baxaq. Əsas yarım qrup elementidir. Bəli, SP əsas yarım qrup elementidir. 1 doğrudur. S elementidə xeyr, D-də elektron var. Ona görə yanlışdır 2. Normalda 3 tək elektronu var. P 4 dənədir. Əvvəlcə tək-tək yerləşdirirsiniz. 2 dənə tək elektronu var. Yanlışdır. Normalda 5 ədəd D elektronu var. Bəli, doğrudur. Bir əsaslı turşu deyirsə, sulfid turşusu H2S, 2 hidrogeni var. Ortofosfat H3PO4, karbonat turşusu H2CO3, nitrat HNO3, bromid H-brom. Yalnız 2, bir hidrogeni olanlar bir əsaslıdır. Daha sonra növbəti suallara baxaq. Demək, ümumi atomların mol sayını neon 22,4 litr 1 mol deməkdir. 22,4 litr, bu da 1 mol deməkdir. Atom deyirsə neon 1 atomludur. Burada isə 1 karbon 4 dənə də hidrogen 5 atomdur. Cəmi atomlar istəyirsə 1 üstəgəl 5 6. Sabit valentli dəmir sabit deyil. Metalları deyir bizə. Qeyri-metalları onda çıxırıq. Onda yerdə qaldı alüminium sabit 3, sink sabit 2, magnezium sabit 2. Daha sonra sigması 1'dir, p'si 2'dir. Sigma, bunların hər birini açmalıyıq. Onda azot 3 qat rabitədir. 1 sigma 2 pi, deməli 1'ə aiddir Y. 2 sigma 2 pi burada artıq göstərilibdir. 2 pi C. Sigması 3'dür, p'si də 2'dir. Ümumiyyətcə amonyakda pi rabitəsi yoxdur. Oksigeni açsaq 1 sigma 1 pi, bu da heç bir varianta uyğun gəlmir. A variantını açaq. Hidrogen tək qat rabitə karbon, 3 qat rabitə karbon, tək qat rabitə hidrogen. Sigmalarda 3 dənədir, 3 sigma. Burada da artıq 2 dənə pi olduğunu görürük. Deməli, burada A. Daha sonra alınan növün istəyir bizdən. OH 1 moldur. OH 2 dənədir. Deməli, 2 dənə OH. Buradan yazıram 2 dənə OH. Bu da 2 moldur. 2 dənə
H 2 mol sulfat 2-yə vuranda 4 dənə. 4 dənə H. Deməli H böyükdür. H böyükdür OH-dan turş duzu alınacaqdır. X turş. Daha sonra 2 mol, bura qoyuruq 2 mol. OH-ınız eləyir 4 dənə OH. Bura qoydunuz 1 mol, hidrogeniniz elədi 2 dənə. Deməli 2 dənə də hidrogen. Baxırıq OH böyükdür H-dan. Deməli bu OH böyükdürsə əsasi dozdur. Sonra hər birindən bir götürmüşük. Baxaq görək. 1 mol bundan, barium hidroksiddən, 1 mol da sulfatdan. Baxırıq 2 dənə H, 2 dənə OH. Deməli 2H bərabərdir 2OH. Burada artıq neytraldır mühit. Neytral. Daha sonra sərf olunan istilik oksigen həcmini veribdir. Normalda bizdə 3 moldur. Yəni 3 vur 22,4 litr olduqda bu qədər enerji verir bizə. Yox. Deməli effekti birinci tapaq. Effekti taparkən mollar nəzərə almalıdır. 22,4 litri vururuq 3-ə. Oksigenə görə veribdir tənliyimizi. X-dir. Amma 6,72 litrə 324-dür. X-də 10 dəfə çox 3240. Deməli reaksiyamızın sonunda 3240 kilojul enerji ayrıldı. Əgər yanma stili deyirsə, aparıb X-in əmsalına bölürsünüz. Bu da eləyir. Deməli bölürük 4-ə. Buradan çıxır 850. 800 yox. Deməli buradan 40-a bölürük 4-ə. 8 40-ı da 4-ə bölündü 10. 810. B-niz 810-dur. Sonra gətirib 2-yə bölürsünüz. Elə 812-yə bölmək 1620 deməkdir. Axırıncı sualımıza baxaq. Turşuya uyğun oksid. Burada nə edirik? Oksiləşmə dərəcəsini tapırıq. Oksigen -2-də 4-ə vursunuz, -8. Hidrogen müsbət 1-də 2-yə vururuq, müsbət 2. Deməli, müsbət 2, -8 bizə lazımdır. Müsbət 6 lazımdır ki, cəbri cəmi 0 olsun. Deməli, müsbət 6 oksiləşmə dərəcəsi göstərən SO3-dür. Bunu da belə tapırsınız. Müsbət 5 eləyir. Bu da P2O5-dir. Burada müsbət 4 eləyir. Bu da CO2-dir. Uyğun gələn oksidləri yazdıq artıq. Deməli, bu sınağın tam izahı idi.